Salam hörmətli izləyicilərimiz, sizləri salamlayıram Övsan qəsəbəsindən. Kənd Övsan 118 saylı məktəbə yaxın Xəyal adası, Golf adasına gedən yolun üstündə 4 süt yarımda 167 kvadrat olan Qubçalı, ev və torpağın Qubçası olan 4 otaqlı yeni təmirdən çıxmış həyət evləsi tanış edirəm. Hörmətli izləyicilərimiz, bu evin yan hissəsidir. Bağ-bağça üçün, ağac əkmək üçün, gülçə əkmək üçün nəzərdə tutulub. Həyətində sanitar qovşağı var, gördüyünüz kimi tam təmirli. Bu gözəl evimizin üz görünüşü. Ev 2 mərtəbəlidir. Demək olar ki, aşağıda 4 otaq, yuxarıda 4 otaqdan ibarətdir. Aşağının şikaturkası vurulub, yeri istipol çəkilib. Gələcəkdə istəsəniz təmir edib aşağıda da yaşamaq mümkündür. Burada isə maşın qarajımızın yeri nəzərdə tutulub. Evin həyət yanı sahəsi, evin yan hissəsindən keçmək mümkündür. Asfalt küçədə yerləşir, marşrut evin qarşısından keçir. Evin sağ tərəfi düşür 118 saylı məktəbin tam yaxınlığına düşür. Və burada da bu gözəl evimizin üz görünüşü. Daxil olaq, birinci mərtəbə ilə sizi tanış edeyim. Evin gördüyünüz kimi şikaturları vurulub. Beton kəmərlərdən istifadə olunub, yeri beton stəşka verilib. Və burada da digər köməkçi otaqlarından ibarətdir. Hörmətli izləyicilərimiz, təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Standartlara uyğun. Yerdən 15-16 daş hündürlüyündə yerləşir. Çox gözəl təmiz havası var burada. Keçən kimi koridor sistemli, geniş koridor. Sağda kuxnamız yerləşir, şəbəkə pəncərələr. Burada bizim bir yataq otağımız yerləşir. İkinci yataq otağımız burada yerləşir, genişlik qaydasındadır. 165 kvadrat səhv edilməmişsə, Qubçada yazılıb. Və digər yataq otağımızın biri burada yerləşir. Hamam sanitar qovşağı ümumi olaraq burada yerləşir. Aksesuarlar quraşdırılıb, bir günə təhvil verəcək inşallah ağacımıza. Və sonuncu olaraq burada bizim gözəl geniş qonaq otağımız yerləşir. Bu gözəl evimizin qiyməti, hörmətli izləyicilərimiz, ev sahibi tərəfindən 125 min manata deyilir. Evin və torpağın Qubçası var. 4 sot yarımda 165 kvadrat. Real alıcımıza inşallah endirim olacaq. Super endirim olacaq biz tərəfdən. Allah satan alanına xeyir versin.